Bu pambıq kimi yumşaq, möhtəşəm kremli bulkaların görünüşünə bir baxın. Reseptini də hər zamanki kimi köhnə kitabımdan götürüb sizin üçün yoxladım. Videonun sonunda da reseptə dair çox vacib qeydlərim olacaq. Sona qədər izləyin. Kremi üçün qazana süd, şəkər tozu, yumurta, un əlavə edib qatılaşana qədər bişiririk. Krem tam soyuyana qədər bulkamızın xəmirini hazırlayaq. Bir qaba ilıq süd, bir çimdik duz, şəkər, yumurta, instant maya əlavə edib qarışdırırıq. Onu da əlavə edib yumşaq, ələ yapışan bir xəmir yoğururuq. Sonda da üzərinə yumşaq yağ və yaxud da duru yağı əlavə edib yağ xəmirə tam hopana qədər yoğururuq. Xəmirin üzərini örtüb 1 saat isti bir yerdə mayalandırırıq. Mayalanan xəmiri biraz yoğurub havasını alırıq. Daha sonra 7 bərabər hissəyə bölüb kündələr edirik. Kitabda yazılıb ki 10 kündəyə bölün. Amma nəzərə alsaq ki xəmirimizin ümumi çəkisi 550 qramdır. 10 kündəyə bölsək 55 qram edəcək. Bu isə bulka üçün çox balacadır. Ona görə də mən hər birisi 80 qram olaraq 7 kündəyə böldüm. Kündələri də soba listində yarım saat saxladıqdan sonra ortasında çuxur açıb ora kremdən əlavə etdim. Kənarlarına da yumurta çəkib 200 dərəcəli sobada 15 dəqiqəyə bişirdim. İndi isə gəldik çatdıq mənim qeydlərimə. Kitabda 2 stəkan un yazılıb, amma 2 stəkan unla xəmir çox duru alınır. Ona görə də mən 3 stəkan un əlavə etdim. Daha sonra yazılıb ki, xəmirin kənarlarına yumurta çəkdikdən sonra 20-30 dəqiqədə yenidən soba listində gözlətmək lazımdır. Amma yumurta çəkiləndən sonra bulkalar dərhal sobaya getməlidir, yoxsa yumurta quruyacaq. Gördüyünüz kimi mənim etdiyim bu düzəlişlərlə bulkalarımız pambıq kimi mükəmməl alındı. Bu formatda videoların davamı üçün mənə dəstək olmağı unutmayın hələlik.